Hyundai Elantra maşın dala qabağa tərpənmirdi. İndi korobkanı seçirik. Göstərəcəm içində nə var, nə yox. Sök canavar. Aman da öyle bir sanki. Valla sen de bana da işimizi görək tamam. Demə baba. Və budur, korobkanı söktü təmiz. Filtrin içində olan friksiyon qırıqlarına baxın. Deməli. Deşikli friksiyonun yüzləri yanır təmiz. Görsən videoda. Zadni friksiyon yüzləri yanıqdır təmiz. Deməli, 2 komplekt friksiyon dəyişiləcəkdir. Filtr dəyişiləcəkdir. Bir də privision friksiyonlar. O da yanıqlar olur. Bir də saniklər. Korobkanı yuyun, prosesi göstərəcəm inşallah. Xeyirli olsun. Və bu da Elantranın korobkasını yığdıq. Bütün friksiyonlar dəyişildi. Korobkanı gidiyorsanız, gidrablokunu yumuşuq, gidrablokunu təzim bir də təmizləyib yığacaq. Salinatlarımız adamsın yığıb. Və bu da köhnə detallar, filtr. Nasıl göstərmişdim. İçinə bərkət vəziyyətdədir. Manjetlər. Deşikli friksiyonlar dəyişildi, zadin friksiyonları. Bir də privision friksiyonları, yəni ziyanıqdır. Bir də buna dəyişildi. Yığım üstünə qoyum. Test verim göstərəcəm inşallah. Və bu dərli sənçəmiz korobkan qoyur üstünə. Hələ gəlir. Canavarlar. Xod sürüm test verim göstərəcəm inşallah. Və qardaşlar, maşın hazırdır. Zadni, neytraldir. 1 qram nə vurma, heç nə yoxdur. Və Allah, sökür. Skosları iynə kimi dəyişir. Allah çox-çox xeyir versin, xeyir işlər sürsün. Budur filmin sonu. Xeyir olsun. Bəh yorğunam. İstirahət lazım.